İdeya və maliyyənin birləşməsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin biznes aktivliyinin artırılması. Bütün bunlar crowdfunding haqqında qanunla tənzimlənəcək. Yeni qanun layihəsi Milli Məclisin bugün keçirilən növbədənkənar sessiyasının növbəti plenar iclasında birinci oxunuşda təsdiqlənib. Qanun, səhim və borc əsaslı crowdfundingin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, crowdfunding platforması operatorunun fəaliyyətlərinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyəcək. Habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanları yaradacaq. Qanun qəbul ediləcəyi təqdirdə dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək. Mahiyyət ondan ibarətdir ki, insanlar, startapı olan insanlar və yaxud da ki, innovativ ideyası olan insanlar üçün bir platforma yaranacaq və platformada həmin ideyalara vəsait qoymaq istəyən, yəni investor kimi çıxış etmək istəyən insanlar üçün də bu platforma əlavə şərait yaradacaq və sahibkarlarla, investorlarla daha doğrusu ideyası olan insanlar bu platformada birləşəcəklər və onlar arasında kifayət qədər uğurlu bir işbirliyi və ən əsasda hüquqi bir mexanizm yaranacaqdır. Burada əsas dövlət qarantisi var, çünki o vəsait qorunur. Yəni, hansısa bir saxtakarlar tərəfindən bu layihə təqdim edilib, uğurlanma ehtimalı demək olar sıfıra bərabərdir. O cəhətdən təbii burada sahibkar, istər yeni sahibkar, gənc, startapçı, yəni bu imkandan tam rahat şəkildə, arxain şəkildə, yəni dövlətə arxain olaraq bu layihəyə giriş edə bilər.